بسم الله الرحمن الرحيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على Muhammed və ali Muhammed. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu mübarək ayda Allah Teala ibadət və itaətlərinizi ali dərəcədə qəbul eləsin inşallah. Biz keçən cələsəmizdə Münafiqun surəsinin təfsirinə başlamışdıq və bugün 5-ci, 6-cı, 7-ci və 8-ci ayələrlə cələsəmizi davam etdiririk. Ümumiyyətlə, bu ayələrin bir nazil olma səbəbi vardır ki, mən ayələri təfsir etməmişdən öncə bu ayələrin nazil olma səbəbinə işarə eləyim. Ta ki, ayələr bizim üçün yaxşı düşündürücü və yaxşı açıqlamalı olsun inşallah. Peyğəmbər zamanında Bəni Mustələq döyüşündə təqribən hicrətin 6-cı ilində baş verib Qədid məntəqəsində. Bu döyüşdə həm mühacirlərdən, həm ənsarlardan ki, döyüşdə iştirak edirdilər. Bir quyu başında su götürmək üstündə bir ənsarlı, bir mühacirli ilə başlayır dilləşməyə, cədəl etməyə, bəhs etməyə. Və bu yerdə xəbər çatır, bunların bu deyişməsi davaya çatır, xəbər çatır münafiqlərin başçısı Abdullah ibn Ubeyyə. Abdullah ibn Ubey gəlir, bu ənsarlı öz tərəflərini çağırır, mühacir isə öz tərəflərini çağırır mühacirlərdən. Ənsarlılar Mədinəlilər idi, amma mühacirlər Məkkədən hicrət eləyib Peyğəmbərlə birlikdə və yaxud Peyğəmbərdən sonra müşriklərin əlindən qaçıb, gəlib Mədinəyə sığınanlar idi. Və o zaman da Mədinəlilər onlara yer verdilər, ev verdilər, mal verdilər, hər bir imkanat yaratdılar. Bunların bəhsi düşür quyu başında və hər kəs öz tərəfinə xəbər eləyir. Münafiqlərin də sərkərdəsi Abdullah ibn Ubey idi, bu da gəlir. Gəlir və bu mühacir olan, yəni Məkkədən gələn şəxsə qəzəblənir, əsəbləşir və başlayır ənsarlılara deməyə ki, Mədinəlilərə, və siz bunlara yer verdiniz, siz bunlara hər bir şeyinizi verdiniz, bunlara torpaq verdiniz, evinizdə yer verdiniz, malınızdan, mülkünüzdən bunlarla yarı böldünüz, yeməklərinizi yarı böldünüz və başlayır bunların başına bir cür qaxınc eləməyə ki, bəs bunlar da gəlib bizimlə burada dava eləyir. Əlbəttə, kiçik bir mübahisəni başlayır həddindən artıq böyütməyə. Və təbii ki, burada biraz ara qarışır. Ara qarışdığında Zeyd ibn Ərqəm ki, Peyğəmbərin səhabələrindən idi, o zaman cavan idi. Gəlir Abdullaha deyir ki, və Abdullah bu bəhs ortasında qalxır, deyir ki, hələ bir biz Mədinəyə qaydaq, əzizlər zəlilləri çıxardacaqdır. Yəni, özlərini əziz sayır. Məkkədən gələnləri ki, bu söz Peyğəmbərə də şamil olur, Məkkədən gələnləri isə zəlil sayır. Hələ biz bir Mədinəyə qaydaq, əzizlər zəlilləri Mədinədən qovacaqlar. Və burada Zeyd ibn Ərqam ki, Peyğəmbərin səhabəsi idi. Gəlir Zeyd, Abdullaha deyir ki, sən nə danışırsan axı? Həzrəti Rəsulullah, Həzrəti Muhammed salavatullahi və salamuhu aleyhim əcməin. Həzrəti Muhammed ən izzətli şəxsdir. Müsəlmanlar onu sevir. Allah yanında ən izzətli şəxsdir. Bu nə sözdür danışırsan? Bu, Abdullah qayıdır Zeyd ibn Ərqəmə deyir ki, sən sakit ol, hələ sən uşaqsan. Və Zeyd ibn Ərqəm gəlir Həzrət Rəsulullahın xidmətinə, deyir ki, ya Rəsulullah, belə bir hadisə baş verdi. Sonra Abdullahı Həzrət Peyğəmbərimiz xəbər göndərir, çağıtdırır ki, Abdullah, bu nə işdir, bu nə məsələdir baş verib. Zeyd belə deyir. Abdullah başlayır ki, and olsun Allaha, Zeyd yalan deyir, mən elə bir söz deməmişəm.
Və bu ənsarlar da ki, Abdullahın tərəfdarları idilər, başlayırlar Zeydi danlamağa ki, bəs sən niyə belə hərəkət eləyirsən? Sonra Rasulullah əmr eləyir ki, Əsid ki, bu Mədinəlilərin ağsaqqallarından idi. Deyir ki, bəs bu nə hərəkətdir? Abdullah eləyir, Peyğəmbər onu çağıtdırır ki, hər vaxt biz Mədinəyə getsək, biz onları, Məkkəliləri Mədinədən qovacağıq, bu söhbətlər nədir? Və Əsid də deyir ki, ya Rasulallah, mən onu elə bir deyərəm, başa sallam, danlayaram. Peyğəmbərə bu cür cavab verir. Sonra bu xəbər Abdullah ibn Ubeyin evladının qulağına çatır, bu xəbər ona yetişir. Abdullahın oğlu gəlir Həzrət Peyğəmbərin yanına. Deyir ki, ya Rasulallah, eşitmişəm, atamı qətl hökmü vermişsən. Peyğəmbər buyurur ki, xeyr, atama qətl hökmü verməmişək. Deyir ki, ya Rasulallah, əgər atama qətl hökmü veribsənsə, qoy onu mən özüm öldürüm və mən əgər başqa şəxs atamı öldürsə, mən ona qatil kimi baxaram atamın, mən də əsəbləşib onu vururam və nəticədə bir mömin öldürmüş olam. Əgər atam öləsidirsə, qoy özüm öldürüm. Və Peyğəmbər əslən bu işə icazə vermir. Nəinki münafiqlər haqqında, heç kimin haqqında Həzrət Rasulullah, çünki mərhəmət və məhəbbət Peyğəmbəridir, icazə vermir. Deyir, yox, nə qədər ki, atan bizim aramızdadır və bizim müqabilimizdə döyüşə keçməyib, onun elə bir cəzası yoxdur. Və sonra bu hadisədən sonra Peyğəmbər qoşunu hərəkət elədir və qoşun bütün gecə gündüz yol gedirlər və Peyğəmbər istəyir ki, biraz yorulalar. Yorulalar ki, bu Abdullahın bu hərəkətini, bu sözünü, söhbətini yaddan çıxardalar. Və Mədinəyə gəlib çatdıqda Abdullahın oğlu Abdullaha Mədinəyə daxil olmağına cavab vermir, icazə vermir. Deyir ki, ta Rasulullah icazə verməsə, mən səni qoymayacam Mədinəyə daxil olasan. Və bu ərəfələrdə Həzrət Rasulullaha artıq vəhiy gəlir ki, bəli, Zeyd ibn Ərqəm düz deyir. Abdullah sizin haqqınızda, Məkkəlilərin haqqında dedi ki, mən Mədinəyə qayıtdıqda əzizlər zəlilləri çıxardacaqdır, qovacaqdır. Və Abdullahın oğlu da icazə vermir Mədinəyə daxil olmağına və bu ərəfədə Peyğəmbərə Abdullah xəbər göndərir ki, oğlum mənə icazə vermir Mədinəyə daxil olmağa. Həzrət Rasulullah xəbər göndərir oğluna ki, qoy atan geçsin, daxil olsun Mədinəyə. Və Abdullah ki, münafiqlərin sərkərdəsi idi, Mədinəyə daxil olduqdan sonra xəstələnir və xəstələndikdən sonra orada artıq ölür, dünyasını dəyişir. Və sonra bu qeyd etdiyimiz 5-dən 8-ə kimi olan ayələr bu mövzuda nazil olur. Və 5-ci ayə bu ayədir ki, Allah Teala buyurur: "Və izə qilə ləhum ta'alu yəstəğfir lakum Rasulullah ləvvəv ruusəhum və rəaytəhum yəsudduna və hum mustakbirun." Buyurur ki, o zaman ki, ya Resulallah, sən onlara deyəsən ki, gəl, onlara deyilə, nəinki sən, onlara deyilmiş ola ki, gəlin, Peyğəmbər sizi bağışlasın, onlar deyir, gəlməzlər, başlarını təkan verərlər, sən onları vərəaytəhum və sən görərsən ki, onlar nəinki gəlməzlər, gəlməməkdən əlavə belə başlayarlar cəmaatı yoldan çıxartmağa və hum mustakbirun. Və onlar çox təkəbbürlüdülər. Bu, Abdullahın macərəsi haqqında nazil oldu ki, Abdullaha deyildi ki, gəl Peyğəmbərlə, Peyğəmbər sənin Peyğəmbərdən, yəni üzrxahlıq elə və Peyğəmbər təslim ol, Peyğəmbər Allahdan bağışlanmağını istəsin və o da qəbul olmadı, eləmədi və əksinə başladı cəmaatı, belə deyək, onun ətrafındakı digər münafiqlər cəmaatı yoldan çıxartmağa. Həm özləri qəbul eləmirdilər, həm yoldan çıxardırdılar. Ümumiyyətlə,
İslamda kafir haqqında da belə bir hökm var. Nə qədər ki bir insan özü özlüyündə kafirdir və bu küfrünü təbliğ etmir, ona heç kəs heç nə demir. Ta o zaman ki öz küfrünü başlayır təbliğ etməyə, artıq gəlir nədir? Edam hökmü almış olur. Onun qətli vacib həddə gəlir çatır. Münafiqlər də əgər İslamı qəbul eləməsələr idi və sakitcə keçinsələr idilər, onlardan heç kəsin işi olmazdı. Sonra 6-cı ayə nazil olur. Səvaun aleyhim əstəğfərtə ləhum əm ləm təstəğfir ləhum lən yəğfirəllahu ləhum. Allah buyurur ki, ya Resulallah, istər onlar sənin yanına gəlsinlər, istər istiğfar tələb eləsinlər, istər eləməsinlər, Allah onları heç vaxt bağışlamayacaq. İnnallaha la yahdil qavməl fasiqin ki, həqiqətən Allah fasik bir qovmu hidayət etməyəcəkdir. Və keçən cələsəmizdə də qeyd etdik ki, Allah hidayət etməyəcəkdən də deyərkən Allah özü demir ki, mən hidayət etməyəcəm. İnsanın bir sıra əməlləri artıq gəlir bir həddə çatır ki, insan hidayət olma qabiliyyəti tapmır. Yəni, təsəvvür eləyin ki, hər bir şeyin bir zərfiyyət və ölçüsü vardır. Biz 5 litrlik bir qaba 5 litrdən artıq su döksək, aşıb daşar. Çünki qabiliyyəti 5 litrdir. Bir insanın da hidayət olma qabiliyyəti var. Əgər o hidayət olma qabiliyyəti artıq o şəraitlər aradan gedibsə, artıq o öz qabiliyyətini itiribdir. Məgər ki, həqiqətən elə bir vəziyyətə gələ özü, həqiqətən peşman ola filan, bəhman ki, bu da o cür insanlarda mümkün deyil. Yarı yolda səhvini başa düşüb qaydanlarda mümkündür. O cür insanlarda ki, təmiz içərləri, qəlbləri nifaqla doludur. O cür insanlarda bu tövbə alınmır. Həmçinin Tövbə surəsi ki, o surədə təqribən 100-ə yaxın ayə münafiqlər haqqında, 100-ə yaxın yerdə işarə olunubdur, onlar haqqındadır. Orada da bu ayə var ki, İstəğfir ləhumə, lə təstəğfir ləhum, in təstəğfir ləhum 70 mərə, fələn yəğfirəllahu ləhum. Ki, ya Resulallah, istər münafiqləri istiğfar tələb elət, istər istiğfar tələb elətmə, istər də 70 dəfə Allahdan onların bağışlanmağını istə, Allah onları heç vaxt bağışlamayacaq. Biənnəhum kəfəru billahi və rəsulihi. Ona görə ki, onlar Allaha və onun rəsuluna küfür elədilər, dandılar. Vallahu la yahdil qavməl fasiqin. Allah heç vaxt fasik qovmu hidayət etməz. Baxın, fisk sözünün bir mənası da bir meyvə, ilənmiş meyvə olur, o mənaya gəlir. Çünki o ilənmiş meyvənin yenidən canlanması mümkün deyil. Və münafiq də o cürdür. Artıq ilənmiş bir hala gəlir. Nə toxumu yarıyır, nə özü yarıyır. Artıq onun hidayəti mümkün olmur. Baxın, Allah çox gözəl kəlmə onlar haqqında fasik kəlməsini istifadə eləyib ki, artıq onların qayıdışı düz alınmır. Humullezine yaquluna la tunfiqu ala men ində Rasulillah hatta yanfazzu. Deyir, münafiqlər ki, 7-ci ayədir. Münafiqlər deyir, dedilər ki, Allah deyir ki, münafiqlər o kəslərdir ki, yaquluna belə deyirdilər. La tunfiqu ala men ində Rasulillah. Peyğəmbərin yanında olanlara infaq eləməyin, kömək eləməyin. Niyə? Çünki Mədinəlilər yerli xalq idi. Məkkəlilər, bəx qeyd etdiyim kimi, Mədinədən gəlmədilər və gəlmə insanın da adətən küfürün əlindən, bütpərəstliyin əlindən qaçıb gəliblər. Nələri var, yox, olanını gətirib, olub-olmayanını belə deyək gətirib, bəzi şeylərə qoyub gəlib, əksəriyyəti də imkanları yox idi. Baxırlar ki, onların vəziyyəti biraz kasıb vəziyyətdə, fəqir vəziyyətdə idi və bundan istifadə eləyirdilər ki, onlara kömək eləməyin. Çünki onlar qoyun o qədər kasıbçılıq çəksinlər və Peyğəmbərin ətrafından hətta yənfəzzu, dağılışsınlar, geçsinlər. Və Allah da arxasında buyurur, vəlillahi xəzainus səmavati vəl ərz. Ki, bütün
asimanlarda olan və yerdə olan xəzinələr Allah üçündür. Vəlakinnəl münafiqinə lə yəfqəhun. Amma münafiqlər bunu düşünmürlər. Yerdə, göydə yatan xəzinə hamısı Allah üçündür. Və 8-ci ayədə Allah Teala buyurur: "Yəquluna la in rəcana iləl mədinəti la yuxricannal a'azzu minhal azal." Ki münafiqlər bax nazil olma səbəbində qeyd etdiyim kimi orada dedilər ki, biz əgər Mədinəyə qayıdaq, əzizlər zəlilləri Mədinədən çıxardacaqdır. Ki bu ayə də ona işarə eləyir ki, əgər biz Mədinəyə qayıdaq, əzizlər zəlilləri Mədinədən çıxardacaqdır. Allah da buyurur: "Vəlillahil izzətu və lirəsulihi." İzzət, şərəf Allah üçündür, onun peyğəmbəri üçündür, vəlil mümininə və möminlər üçündür. Vəlakinnəl münafiqinə lə ya'lemun. Amma bunu münafiqlər bilmirlər, başa düşmürlər. Həmişə bu Məkkəlilərdə də adəti idi, Məkkə müşriklərində görürdün ki, müsəlmanlar ki, İslama gəlirdi, adətən fəqir insanlar idi, bunları iqtisadi mühasirədə saxlayırdılar həmişə. Qoymurdular ticarətlərində inkişaf eləsinlər və onların bütün köməkləri kəsirdilər, amma yenə Allah onlara izzat verib, nicat verirdi.